Hı hı. Deməli, 71'ə qədər kiminsə sualı qalıbsa soruşsun uşaqlar. 71'ə qədər. Müəllim 70-ci sual. 70, Bəli. ha, 69, 70. Tamam. Deməli, 69 nömrəli suala baxın uşaqlar. Hə. Məsələn, 69 ilə 68 bu tip suallarda dedik ki, uşaqlar, siz əsasən 3 əməliyyat yoxlamalısınız. Yəni, o 3 əməliyyat nə idi? Rəqəmlərin cəminə baxırsınız. Məsələn, sol tərəfdən rəqəmləri cəmindən 17 alınır. Sağ tərəfdə rəqəmləri cəmindən 14 alınır. Əgər burada nəsə başa düşə bilmədinizsə, nəsə bir yol görünmürsə, daha sonra bu ədədlərin rəqəmləri hasilinə baxın. Yəni, məsələn, siz burada 2 vur 6, vur 9. Nə alarsınız? 108 alarsınız. 491-in rəqəmləri hasilindən isə 36 alarsınız. 108-dən də 36-nı çıxsaz 72 alınır. Baxın, bu yolu yoxlamalıydınız. 108-dən 36 çıxanda 72 qalacaq. İndi bunu digər nümunədə də yoxladınız. Bax, 3 vur 6, 18, 8-ə vuranda 128, 18-i 8-ə vuranda 128, səhv hesablamadımsa. Burada isə uşaqlar, deməli, 1 vur, 4 vur, 8 eləyəcək 32. Deyəsən, səhv hesabladıq biz. 18-i 8-ə vuranda, hə, 64, demək, 144 alınacaq. İndi buradan da 32 çıxanda yerdə qalacaq 112. Deməli, nə eləmiş olduq? Sağdakının rəqəmləri hasilindən, soldakının rəqəmləri hasilindən sağdakı ədədin rəqəmləri hasilini çıxdıq. İndi uşaqlar, əgər bu yol da alınmasaydı, siz bu iki ədədin özünü toplaya bilərdiniz. Hansı ki 269 üstə gələk 491. Daha sonra buradan alınan ədədin rəqəmləri cəminə və hasilinə baxa bilərdiniz. Yəni, əsasən bu 3 yoldur. İndi bəzən fərq əməlindən də istifadə oluna bilər. Amma demişəm ki, sizə fərq əməlini daha çox harda istifadə edirik? Əgər hər bir nümunədə böyük ədədlər eyni tərəfdədirsə. Amma bu suala baxanda görürsünüz ki, birində sağdakı ədəd böyükdür, digərində soldakı ədəd böyükdür. Onda bu halda fərq əməlinə baxdırır. Düzdür, istisna hal var. Əgər mən çıxıb kvadrata qaldıraramsa, mənim üçün fərqi yoxdur. Kiçik ədəd hardadır, sağdadır ya soldadır. Aydındır, hər birində müxtəlif tərəfdə olsa belə, əgər mən çıxıb kvadrata qaldırıramsa, hə, onda çıxma əməlini tətbiq eləyərəm. Amma burada ortadakı ədədlərə baxırsınız, kvadratlar deyil də, ikinci dərəcədən qüvvət deyilsə, artıq bu kimi suallarda fərq əməlini yoxlamayın. Daha sonra 70 nömrəli sual soruşdunuz. 70 nömrəli sualda uşaqlar, baxın, iki müxtəlif operator var. Bu operatorlardan kvadrat sadəcə rəqəmlərin cəmidir. 1 plus 4 plus 8, 13 edir. İkincidə də yoxladınız, 3 plus 5 plus 2, 10 edir. İndi əsas digər operatordur. İndi həmən digər operatoru biz necə ala bilərik, uşaqlar? Baxın, sizə bir nümunə verilibdir. Kvadrat 327-yə tətbiq olunub 12 alınıb, rəqəmlərin cəmi kimi. Dollar operatoru da 12-yə tətbiq olunub 2 alınıb. Siz 12-dən 2-ni necə ala bilərdiniz? Rəqəmlərin hasili kimi 1 vur 2, 2. İndi bu hasili, məsələn, 914-ə tətbiq eləsəz, dollar operatoru 914-ə tətbiq olunanda hasil kimi baxsam, 9 vur, 1 vur, 4, 36 eləyir. Yaxşı, bəs axı burada 9 alındı. İndi 36-dan biz 9-u necə ala bilərik? Yadınıza salın 59 nömrəli sualı. 4 vur 9, 36 eləmişdik. 36-nın da rəqəmlərini toplayıb 9 almışdıq. İndi mən baxıram ki, artıq burada mən 914-ün rəqəmləri hasilindən alınan 36-nın da rəqəmlərini toplayıb 9 ala bilərəm. 12-yə tətbiq olunanda da uşaqlar 1 vur 2,
2 eləmişdi, tək rəqəmli ədəddir deyə artıq toplamağa başqa bir rəqəmim yoxdur deyə elə birbaşa burada 2 alınır. İndi yoxlaya bilərsiniz 476-nın üzərində. 476-nın da rəqəmlərini vursaz bir-birinə 168, 168-in də rəqəmlərini topladınız 15 edir. İndi aydın oldu ki, uşaqlar, kvadrat operatoru sadəcə rəqəmləri toplayır, amma dollar operatoru verilən ədədin rəqəmlərini bir-birinə vurub, alınan ədədin rəqəmlərini toplayır. İndi tətbiq eləsəz, baxın, bu dollar operatoru qalsın hələ ki. Birinci mötərizənin içini tətbiq eləyirsiniz. Rəqəmlərin cəmi kimi 5, 4, 2. Bu da sizə 11 verəcək. İndi bu dollar operatorunu uşaqlar 11-ə tətbiq eləyəndə rəqəmlərin hasilindən alınan ədədin rəqəmləri cəmi olmalıdır. Yəni 1 vur 1, 1 eləyir. Rəqəm cəmi də elə 1 eləyəcək. Çünki tək rəqəmli ədədin rəqəmləri cəmi hasili özünə bərabərdir. Başa düşə bildin? Çox Sual sağ olun. aydın oldu? Deməli, indi uşaqlar 71 nömrəli suala baxırıq. 71, 72, daha sonra 75. Müəllim, dollarda rəqəmləri bir-birinə vururuq, sonra alınan ədədi də bir də rəqəmlərini toplayırdıq da. Bəli. Tamam. Amma tək rəqəmli olanda toplamağa heç nə yoxdur deyə özü qalır da. Hə, uşaqlar, davam eləyirik. 71 nömrəli sualda. 71 nömrəli sualda əldən bəhs olunur. Aha. Baxın, burada da iki müxtəlif operator var. İndi uşaqlar, biz məsələn burada bir neçə sualda görərik ki, 14-dən 17 alınır, nə bilim 17-dən 48, 17-dən 50. Bir də təkrarlayayım. Biz demişik ki, əgər operator tək rəqəmli, bir dənə ədədə tətbiq olunursa, 2 rəqəmli, 3 rəqəmli, 4 rəqəmli ədədlərə, orada həmən ədədin rəqəmləri ilə işləmək lazımdır. İndi kvadrat 17-yə tətbiq olunub 48 alınıbsa, o deməkdir ki, 1 və 7-dən 48 alınıbdır. Necə alınır? 7-nin kvadratı 49 eləyir, 1-in kvadratı da 1. Deməli, sağdakı rəqəmin kvadratı çıx, soldakının kvadratı. Bu da bizə verəcək 48-i. İndi siz bunu 7-nin kvadratı çıx 1 kimi görə bilərsiniz, amma bu 28-dən 60 alınıb. Siz artıq burada görərdiniz ki, 8-in kvadratı çıx 2, 60 eləmir. Gərək 2-nin də kvadratından istifadə eləyəsiniz. Aydındır? İndi gəldik uşaqlar, sizin üçün çətinlik yaradan bu üçbucaq operatorudur. Məsələn, 25-dən 1 alınır. Necə alınır? 25-in də rəqəmlərini bir-birinə vurursunuz. 2 vur 5, eləyir 10. Onun da rəqəmləri cəmi 1 eləyir. İndi tətbiq eləsəz, üçbucaq operatoru qalsın. Kvadratı 24-də tətbiq eləyəndə 4-ün kvadratı çıx, 2-nin kvadratı şəklində siz 12 alarsınız. Üçbucaq da 12-yə tətbiq olunmalıdır. O da necə tətbiq olunurdu? 1-i 2-yə vurub, sonra rəqəmləri toplamalıydıq da. Yəni, rəqəmləri hasilindən alınan ədədin rəqəmləri cəmi kimi. Bu da eləcə 2 eləyəcək də. Çünki 1 vur 2, 2, rəqəm cəmi də 2. Bunu da başa düşdünüz uşaqlar? İndi 72 nömrəli suala baxırıq, gənclər. Deməli, baxın, 72 nömrəli sualda da artıq operator bir dənə 3 rəqəmli ədədə tətbiq olunub. Necə tətbiq oluna bilər? Yəni, siz demişəm ki, həmişə uşaqlar bütün nümunələri gözdən keçirdin. Eləcə 778-dən 49 necə alınar? Bunun üzərində fikirləşməyin. Nə üçün? Çünki, məsələn, aydın məsələdir ki, mənim üçün daha rahatdır 385-dən 37-nin alınmasını görmək. 8-i 5-ə vurursunuz, neçə eləyir? 40 eləyir. Buradan da birinci rəqəmi 3-ü çıxanda 37 qalır.
4'ü 8'e vuraram 32, 9 çıxaram 23. İndi ikinci 7-ni vuraram 8'e, birinci 7-ni çıxacam. Son iki rəqəmin hasilindən birinci rəqəmi çıxdınız. 7 vur 8, çıx 6. Burada da cavab 50 olacaq. Aydındır uşaqlar. 75 nömrəli suala baxacağıq. Yetmiş beşe qədər kiminsə sualı qalıb uşaqlar? Aha. Deməli uşaqlar 75'e baxaq, daha sonra 77, davam eləyərik 80, 83 və s. Hamınızın suallarını cavablandırarıq. Deməli 75 nömrəli sualda buraya bizə nə verilibdir? Yenə də operator hər dəfə bir dənə 3 rəqəmli ədədə tətbiq olunubdur. Necə tətbiq olunur uşaqlar? Baxın burada da sağda alınan 47 ədədinə ayrı-ayrılıqda 4 və 7 kimi də baxa bilərsiniz. 4'ü necə ala bilərsiniz? 5'dən ortadakı biri çıxmağına, 8'dən biri çıxmağına da 7. Yəni ortadakı rəqəmi soldan çıxıb yazır birinci, sağdan da çıxıb yazır ikinci. Məsələn 6'dan 3 çıxır. Qalır 3. 5'dən də 3'ü çıxıb yazır 2. İndi cavabımız da 5 çıx 0. 5, 6 çıx 0 da 6 olacaq 56. Uşaqlar, əgər nəyisə başa düşməsəz, soruşun, yaxşı, bir də izah edeyim. İndi siz soruşmayanda mən hamınız başa düşübdür, keçib növbəti sualı izah edəcəm də, yəni belə başa düşəcəm. Baxın, burada 77 nömrəli sual soruşulubdur. 77 nömrəli sual bəli, biraz çətin tipli sualdır. Çünki burada elə əməliyyatdan istifadə olunub ki, hamı onu görə bilmir. Yəni əvvəlcə suala baxanda elə hamı fikirləşir ki, 15'in rəqəmləri cəmi 6 eləyir. 23'ün də rəqəmləri cəmi 5 eləyir. 6 ilə 5'i topladım 11. Amma digər nümunələrdə bu ödəmir. Bəs siz fikirləşə bilərdiniz də 6 və 5'dən 11'i başqa necə ala bilərəm? 6'nın kvadratı çıx 5'in kvadratı şəklində. Yəni 36'dan da 25 çıxanda 11 qalır. Məsələn, 29'un rəqəmləri cəmi 11 eləyir. 11'in kvadratı çıx. 18'in rəqəm cəmi 9 eləyir, 9'un kvadratı. Yəni 11'in kvadratı çıx 9'un kvadratı. 121'dən 81 çıxırsınız. Bu da bizə verəcək 40. İndi cavabımız 6 plus 4'ün kvadratı. Yəni 10'un kvadratı çıxılsın 1 plus 0'ın kvadratı, yəni 1. O da bizə verəcək 99. Əgər uşaqlar başa düşdünüzsə, düşmədisə bir də izləyim. Düşdünüzsə 80 nömrəli suala baxaq. Yetmiş 8, 79 bunlar da maraqlı suallardır. Kimsə yaza bilməyibsə uşaqlar soruşsun. Seksen nömrəli sualda baxın uşaqlar. 80, 88, 59 nömrəli suallarda mən sizə
aha 78 deyirsiniz uşaqlar. 78, 79 yaxşı. Bəli, bu günə təzə dərs olacaq. Bu gün sizə ardıcıllıqlar mövzusunu izah edəcəm. 80 nömrəli sualı izah edeyim, qaydacam 78, 79-a. Uşaqlar 80 nömrəli sualda, baxın 59 nömrəli sualda olduğu kimi, 88-də olduğu kimi, burada kiçik ədədlər alınıbsa əgər sağda, bu demişik ki, rəqəmləri cəmi şəklində alına bilər. Baxın, 8-i 7-yə vursaz, siz nə alırsınız? 56. İndi 56-nın da rəqəmləri cəmi 5 plus 6, 11 edir. 6-nı 12-yə vuranda 72, 72-nin də rəqəmləri cəmi 9 edir də. Yəni, siz daha çox bu mövzularda vurma toplama əməlləri istifadə olunur da. Yəni, siz 8 ilə 4-ü topladınız. Daha çox 8 ilə 7-ni topladınız. 15 aldınız. Lap tutun ki, 4 də çıxıb 11 aldınız. Amma 6 plus 12-ni topladınız, 4 çıxdınız, 9 vermədi və s. Yəni, toplama ilə nəsə eləyə bilmədinizsə, 8-i 7-yə vurun. 56. İndi 56-nın rəqəmləri cəmi 11 kimi yazıla bilər. Rəqəmləri hasili 5 vur 6, 30 eləyib yaza bilər ora. Hətta 56-nın rəqəmlərinin kvadratlarını toplayıb 25 plus 36, 61 kimi yaza bilər ora. Yəni, bu halları yoxlamaq lazımdır uşaqlar. 78 nömrəli sualda. Mən dedim ki, məsələn, bayaq da bir nümunənin üzərində dedim ki, əgər baxdığınız sualda operatorun bir tərəfində böyük ədəd durur, digər nümunədə böyük ədəd soldadır, birində sağdadırsa, fərq əməlinə baxmırsınız. Amma məsələn, bu 78 nömrəli sualda aydın görünür ki, hər bir nümunədə sağdakı ədədlər böyükdür. Həmişə yox, amma çox vaxt uşaqlar, belə hallarda siz çıxmadan istifadə eləyin. Yəni, siz 19-dan 3 çıxanda 16 alıb, 3-ə vurub 48 alarsınız. 57-dən 45-i çıxanda 12 alarsınız. 12-ni də 3-ə vuranda 36. 32-dən 25 çıxdınız, 7, 3-ə vurursunuz, 21. Sağdakı ədədən oradakı ədədə çıxıb 3-ə vurursunuz. Oradakı almaqdan ötürü, oradakı ədədə almaqdan ötürü. Eyni zamanda, məsələn, 79 nömrəli suala baxırıq. Biz deyirik ki, bölmə əməli çox az istifadə olunur. Amma istifadə olunur da uşaqlar, yoxlamaq lazımdır. Niyə? Çünki baxın, 79 nömrəli suala baxanda da eyni ilə 78-dəki kimi hər birində böyük ədədlər eyni tərəfdədir. Yəni, məsələn, hər birində böyük ədəd sol tərəfdədirsə, burada çıxmadan istifadə oluna bilər, bölmədən istifadə oluna bilər. Bunu yoxlamaq lazımdır. Çünki ortadakı ədədlər də çox kiçik ədədlərdir. İndi siz burada 54-ü 18-ə bölsəz, 3 alarsınız. Özünüzdən bir də çıxın, qalsın 2. 52-ni siz 13-ə böləndə 4 eləyəcək. Bir də çıx, eləsin 3. İndi 84-ü 6-ya böləndə siz 14 alırsınız. 14-dən də 1 çıxanda qalır 13. Yəni, soldakı ədədi sağdakı ədədə bölüb 1 çıxırsınız. 83 nömrəli sual. Baxın uşaqlar, 83 nömrəli sualda da 2 müxtəlif operator iştirak edir. Özdə burada bir neçə sualda, əvvəldə də, yəni 684-dən 9-un alınması bir neçə dəfə təkrarlanıb. 76-dan 39-un alınması bir neçə nümunədə təkrarlanıbdır. Kvadrat operatoru yenə də rəqəmləri topladı. 18 bölür 2-yə 9 alır. 76-dan da 39-u necə ala bilirik? Biz dedik ki, 39, 3 vur 13-dən alınır uşaqlar. Yəni 7 plus 6, 13 eləyir. Bunu da 3-ə vuranda alırsınız 39. İndi bu
tapdığımız yolları yoxlamaq üçün bizə belə bir nümunə verilib də. Məsələn, üçbucaq 71-ə tətbiq olunubdur. Rəqəmləri topla 3-ə vur dedik. 7 ilə 1-i toplayır 8, 3-ə vurdu 24. Bu doğru alındı. Kvadrat rəqəmləri toplayıb 2-yə bölür dedik. İndi 24-ə kvadrat tətbiq olunubsa eyni qaydanı yoxlayın. 2 plus 4, 8, 6 bölü 2, 3. Bu da öyrəndi. İndi qanun uyğunluqları tapmısınız. Tətbiq eləyin 95-ə. Birinci mötərizənin içini üçbucaq olduğu kimi qalsın. Kvadratı 95-ə tətbiq eləyəndə rəqəmləri toplayıb 2-yə bölmək şəklində tətbiq olunurdu da. Yəni burada 9 plus 5 14 bölü 2 7. İndi üçbucaq 7-yə tətbiq olunmalıdır. Biz dedik ki, üçbucaq da rəqəmləri toplayıb 3-ə vurur. Amma 7-nin toplanılası rəqəmi yoxdur deyə elə özünü 3-ə vurarsınız. Bu da sizə 21 verəcək. Aydındır uşaqlar. 85 nömrəli sual soruşulmuşdur yuxarılarda. 85 nömrəli suala baxın. Bəli. 85 nömrəli sualda görək uşaqlar. Aha, məsələn biz bayaqları uşaqlar 69, 70 nömrəli sualların izahında dedik ki, bu kimi sualların 3 dənə yolu var da. Ya rəqəmlərin hasilindən nəsə alarsınız, ya rəqəmlərin cəmindən nəsə alarsınız, ya da heç birindən alınmazsa bu 2 dənə ədədi toplayıb nəsə eləyərsiniz. İndi fikir verin. Məsələn, burada qeyd olunan ədədlərin rəqəmləri hasilinə baxsaq, sol tərəfdə 242, 2 vur 4 vur 2 elədi, deməli 16. Sağ tərəfdən 244-ün rəqəmlərini vurun bir-birinə, elədi 32. İndi 32-dən 16-nı çıxanda qalır 16. Yəni 32 çıx 16 qaldı 16. Eyni ilə 121-in rəqəmləri hasili 2, 64-ün rəqəmləri hasili 24. 24-dən də çıxmalısınız siz 2-ni, qalır 22. Yəni sağdakı ədədin rəqəmləri hasilindən çıxırsınız, soldakı ədədin rəqəmləri hasilindən. İndi uşaqlar 90-a qədər kimin sualı var? 84 nömrəli sual. Hə. Çalışın ki, uşaqlar, sualları ardıcıl verin. Çünki mən bir də 85-dən geri qayıdım falan. Yəni elə ardıcıl baxaq gedək də, problem deyil ki. Hə, yenə də baxın, 84 nömrəli sualda operator bir ədədə tətbiq olunub. 345-dən 23 alınıb. Bu o deməkdir ki, 3, 4, 5-dən 23 alınıb. Son iki rəqəmin hasilinə baxın da uşaqlar. 4 vur 5, 20 eləyir. Üstünə gəlin 3-ü. Birinci rəqəmi. 8 vur 6, 48 eləyir. Üstünə gəlin birinci 8-i. Yəni, birinci rəqəmi ilə toplayırsınız son iki rəqəmin hasilini. Cavabda 9 eləyəcək. Birinci rəqəmin üzərinə gəlin, ikinci ilə üçüncünün hasilini. 90-a qədər başqa kimin sualı var? Uşaqlar qeyd eləsin, baxaq. 87, 90, 91. Tamam, 87-yə baxırıq. Əgər yoxdursa 87-yə qədər heç kimin sualı. Aydın inşallah. Baxacaq. Bütün suallarınıza narahat olun. Baxın inşallah 87 nömrəli sual. Baxın kimi. Yəni mən burada hiss elədim ki, 3 və 5-dən 22 alınıbsa 5-in kvadratı ilə yaxınlaşa bilərəm. 4 və 7-dən 45 alınıbsa 7-nin kvadratı ilə yaxınlaşa bilərik. Yəni burada siz 5-in kvadratından 3-ün özünü çıxsaz 22 eləyir də.
4'ün kvadratından 6'nın özünü çıxsaz 10 qalır. 7'nin kvadratı çıx 4. Sağdakı ədədin kvadratından soldakı ədədin özünü çıxın. 88 nömrəli sual. Məsələn, mən 80 nömrəli sualı izah eləyəndə dedim ki, məsələn, sağdakı ədədlər əgər kiçik ədədlərdirsə, bu rəqəmlərin cəmindən, bəzən də hasilindən də alına bilir. İndi 6 və 7-dən 8-i almaq istəyirsən, birbaşa alınmırsa, sən bunları 6 və 7-nin hasilindən alınan ədəddən almağa çalış, cəmindən alınan ədəddən almağa çalış və s. Yəni 6-nı 7-yə vuranda bilirik ki, 42 eləyir uşaqlar. İndi 42-nin də rəqəmlərini vurur bir-birinə. 4 vur 2, 8. Məsələn, 12-ni 3-ə vurdu, 36. 36-nın da rəqəmlərini 3 vur 6 yazdı, 18. Cavabımız 0 olacaq. 5 vur 6, 30. 30-un da rəqəmlərini vursaz bir-birinə eləyir 0. 90 nömrəli suala baxırıq. Aha. Yenə də uşaqlar az öncə deməli izah elədiyim bu 87 nömrəli sual tipindədir. 87 idi, yox 87 yox. Daha əvvəl 85 izah elədim, o tipdədir. Nə edirsiniz? Rəqəmlərin hasili, rəqəmlərin cəminə baxırsınız, heç biri alınmır. Və dedim onda üçüncü yolu nə demişdim? O zaman bu iki dənə ədədin özünü toplayın. Yəni 123 ilə 452-ni toplayın. Bu sizə verəcək 575-i. Daha sonra alınan 575-in də rəqəmlərini toplayın. 5, 5, 10 plus 7, 17. Daha sonra 253 və 176-nı toplayın. Bu da sizə verəcək. Deməli 9, 2, 1, 429. 429-un da rəqəmləri cəmi 15 eləyir. İndi tətbiq eləsəz, deməli siz alarsınız 359. 359-un da rəqəmləri cəmi sizə 17 verəcək. Daha sonra 91 soruşmusunuz uşaqlar. Baxın. 91 nömrəli sualda 13 və 4-dən 69 alınıb. Ortadakı ədəd böyük ədəddirsə, hasillə yanaşır ona. Yəni siz burada 13-ü 4-ə vuranda mütləq yoxlamısınız. Gəlin görək 13-ü 4-ə vuranda neçə edir? 52. Yaxşı, bəs 52-nin üzərinə nə gəlsəz 69 alarsınız? 17. Həmən 17 standart 17 deyil. 13 və 4-ün cəmindən alınan 17-dir. Yəni 13-ü 4-ə vurub üzərinə gəldiniz. 13 üstə gəl 4. Məsələn, demişəm ki, həmişə kiçik ədədlər olan hissədən hesablamalar aparmağa başlayın ki, daha asan olsun. Aydın məsələdir, 5 vur 7, 35 eləyir. Siz bunun üzərinə 12 gələndə 47 eləyər. Həmən 12-də 5 plus 7-dən alınır. Daha sonra uşaqlar, 92 nömrəli sual. Yenə də uşaqlar, indi mötərizədə falan verməsə də alınan ədədir. Görürsünüz ki, 2 dənə 3 rəqəmlidən 30 alınır. Yenə də bunların rəqəmləri cəmi, rəqəmlərin hasilinə baxın. Alınmırsa, ədədlərin özlərini toplayın. Sonra alınan ədədin rəqəm cəmi hasilinə baxın. Məsələn, buradakı qanuna uyğunluq, eləcə hər bir ədədin rəqəmləri hasilinə baxsaz, 3 vur, 4 vur, 1, 12 eləyir. 163-ün də rəqəmləri hasili 18 eləyir. İndi 12 ilə 18-in cəmi də 30 verir də bizə. Biz bunu gördüksə yoxlayaq da digərlərində bizdən nə gedir? Məsələn, 6, 8-in 48, 2-yə vur 96, üstə gələk. 5, 7-in 35, 105. 96 ilə 105-i topladınız, 201 və s. 93 nömrəli sual. Yenə də uşaqlar 59, 80, 88, 93, indi daha sonra da qarşınıza çıxacaq.
Yenə də deyirik, əgər sağda alınan ədədlər kiçik ədədlərdirsə, bunların rəqəmləri cəmindən almağa çalışın. Yəni, iminli 4 plus 9-dan yox da, alınmırsa, 4 vur 9-dan alınan ədəddən fikirləşin. 9 necə ala bilərsiniz? Yenə də 4 vur 9, 36, rəqəmləri cəmi 9. 3 vur 8 eləyir 24, 24-ün də rəqəmləri cəmi 6. Cavab 1 olacaq da. 5 vur 2, 10. 10-un da rəqəmləri cəmi 1 eləyir. Daha sonraki suallarınız uşaqlar. Baxaq görək. Siz başqa hansı suallar soruşmusunuz? 93-dən sonra 98 var, 95 var uşaqlar. 94, 95, 98 aydındır. İndi 94 nömrəli suala baxaq. Hə, baxın uşaqlar, yenə də. Məsələn, mən bayaqlar dedim ki, 39 ancaq 3 vur 11-in hasili ola bilər də, özündən və birdən başqa. İndi burada da 33 görürsünüz. 33 də 3 vur 11-dən alınır. Bundan əlavə buradakı sağdakı ədədlərin hər biri 3-ə bölünən ədədlərdir. İndi siz fikirləşə bilərdiniz də, mən 33-ü 3 vur 11 kimi ala bilirəmsə, bəs 11-i necə ala bilərəm? Və bu ədədlərin rəqəmləri cəmindən topladım 11, vurdum 3-ə, 33. Məsələn, 2 plus 4, 6, bu da 2. Toplam olaraq elədi 8, vurdum 3-ə, 24. 7 plus 3 plus 8. Bu bizə toplam olaraq 18-i verir, 3-ə vurduz 54. İndi siz 8 plus 1 plus 4'ü 3'e vurmalıydınız. Bu da size verəcək 39'u. Başa düşmədiyiniz halda uşaqlar soruşun, bir də izah edeyim. Baxın, 95 nömrəli sual var burada. 95 nömrəli sualda da yenə də operator bir ədədə tətbiq olunub. Məsələn, 6, 5, 6, 3-dən 10 alınıb. Necə ala bilərik uşaqlar? İlk iki rəqəmin hasilinə baxsaz, 5 vur 6, 30 eləyir. Böl 3-cü rəqəmə. 8 vur 7, 56 eləyir. Böl 3-cü rəqəmə. 56 böl 4, 14. Deməli, siz burada 6-nı 9-a vurdunuz, 54, 2-yə böldünüz, 27 oldu cavab. İlk iki rəqəmin hasili bölünsün 3-cü rəqəmə. Aha, uşaqlar, 97-yə baxacağıq, 95-ə baxdıq, 8-ə baxarıq, 100-ə baxarıq. Nə yazsaz, hamısına baxarıq, narahat olmayın. 97 nömrəli sual o zaman. Yenə də 3 rəqəmli ədədə operator tətbiq olunubdur. Əziz uşaqlar, baxın, 3, 4, 7-dən 25 almalısınız. 4 vur 7 də 28 eləyir. Siz buradan bir dənə 3 çıxın da, nə olar ki burada? Hə? Baxın, 4 vur 7 eləyir 28. Və siz bu 28-dən də çıxın bir dənə 3. Yəni, son iki rəqəmin hasilindən birinci rəqəmi çıxın. 3 vur 8, çıx 6. İndi olacaq 2 vur 9, çıx 4. Bu da 18 çıx 4, 14 eləyəcək. Son iki rəqəmin hasili çıxılsın birinci rəqəm. 98 nömrəli sual. Aha, yenə də 9 6-dan 39 alınır. Uşaqlar, daha çox istifadə olunan əməllər deyə bunlar. Hasilinin üzərinə cəmlərin gəl, hasilindən cəmlərin çıx. Nə bilim, hasilinin üzərinə fərqini gəl, fərqini çıx və s. 9-u 6-ya vuranda bilirik ki, 54 eləyir. 54-dən də 15 çıxanda 39 qalır. Həmən 15-də 9 plus 6-nın cəmindən alınır.
Bu 7 3-dən 11-in alınması çox istifadə olunubdur bu suallarda. 7 vur 3 çıxılsın 7 üstə gəlir 3. Bu qədər bəsit. 100 nömrəli suala baxın inşallah. 100 nömrəli sualda uşaqlar standart olaraq hasildən 12 çıxın. Əgər 99'u soruşursunuzsa uşaqlar baxın 7 vur 5 sizə 35 verir. Həmən 35'dən siz nə çıxsaz 24 qalar 11 çıxsaz. Həmən 11'də bunların cəmi minus 1'dən alınır. Ya da ki belə bir şey eləyə bilərik biz. Hər tərəfdən 1 çıxaq. 7 çıx 1, 6 eləyir. 5 çıx 1, 4 eləyir. Gəlin 6'nı 4'ə vuraq, 24 alaq. Məsələn, 6'dan 1 çıxdınız. Burada artıq 5 qalır. Hə, ödəmir. Yox, burada artıq bu qanuna uyğunluq ödəmədi uşaqlar. Amma sırf bu tipdə bir sual var. Bəlkə də işləmişsiniz, bəlkə də görəcəksiniz. Hər tərəfdən 1 çıxıb bir-birinə vuranda da sağdakı ədədlər alınır. Cəmindən 1 çıxanda da. Amma bu sadəcə kvadratlar fərqidir də uşaqlar. Baxın, 7'nin kvadratı çıx, 5'in kvadratı. 9 çıx 25. 6'nın kvadratı çıx, 2'nin kvadratı və s. İndi cavab 24 olacaq da 5'in kvadratı çıx, 1'in kvadratı şəklində. Hə. Deməli, indi uşaqlar, siz 100 nömrəli sualda standart olaraq hasildən nə çıxmalıydınız? 12 çıxmalıydınız. Baxın, dayıca yox, 2 çıxmalısınız. 13 cəmdən hətta. 13 plus 9 neçə eləyir uşaqlar? 22. 2 çıxsaz nə qalar? 20. 8 üstəyəl 12 də 20 eləyir. 2 çıxın, qalsın 18. 1 plus 17 sizə 18 verir. 2 çıxın, qalsın 16. 12'dən 2 çıxanda da qalır 10. %101 nömrəli sual soruşmuşsunuz, səhv etmirəmsə. Hə, 101'i soruşmuşsunuz. Baxın, 4 rəqəmli ədəd verilibdir bizə sol tərəflər. Hər biri 4 rəqəmli ədəddir. Sağda kiçik rəqəmlər alınıbdır. Baxın uşaqlar, mən götürüb elə bu 4 rəqəmli ədədin hər birinin rəqəmlərini toplasam, birincidə alıram 22, 2 vur 2, 4. İkincidə alırıq 2 plus 3 plus 9 plus 5, 19, 1 vur 9, 9. Rəqəmləri toplayırsınız, alınan ədədində rəqəmlərini vurub yazırsınız. Eyni ilə 88, nə bilim, 80 tipli, 93 tipli suallarda olduğu kimi də alınan ədədin rəqəmlərini vurub yaza bilir, toplayıb yaza bilir. Daha sonra 103 nömrəli sual soruşmuşsunuz uşaqlar. Hı -hı. 103 nömrəli sualda baxın, burada sizə nə verilibdir uşaqlar? 18. 18 hansı iki ədədin hasili ola bilər? 3,
3, 6, 2, 9 və s. Məsələn, 32, 4, 8. Verilən ədədlərin rəqəmlərini çıxın bir-birindən. 8-dən 2 çıxanda 28-in rəqəmləri fərqi. 8 çıx 2 sizə 6 verir. 41-in rəqəmləri fərqi 3 verir. 6 3-ündə 18. 37 və 91-də də eyni ilə 37-də 7 çıx 3 4 eləyir. 91-də 9 çıx 1 8 eləyir. 4 8-in 32. İndi bizim cavabımız olacaq. İnşallah baxın 8 çıx 4-dən 4, 9 çıx 6-dan 3, 4-ü də 3-ə vuranda 12. %105 nömrəli sual soruşulubdur uşaqlar. Nə soruşmuşdu? Onlara cavab. Aha. Bax indi eyni ilə uşaqlar. Bax orada 103-də rəqəmlərini çıxıb bir-birinə vurduq. Rəqəmlərini çıxıb bir-birinə vurduq. İndi burada da fikirləşirsiniz ki, 2-nin rəqəmləri cəmi 3 eləyir. 21-in rəqəm cəmi 3, 15-in rəqəm cəmi 6, 3 vur 6, 18. Bu hətta 36 və 62-də də ödəyir. Amma 32 və 36-dan 48 bu şəkildə almaq mümkün deyil. Yadda saxlayın uşaqlar. Əgər ki, rəqəmlərin cəmləyib bir-birinə vurursunuz, ikisində ödəyir, üçüncüdə ödəmirsə, bu halda çox vaxt rəqəmlərini yox, ədədlərini toplayın. Sonra ədədlərin özünü toplayın, sonra alınan rəqəmləri vurun bir-birinə. Yəni bir də təkrarlayıram. Yəni siz gördünüz ki, hər bir verilən nümunələrin ikisində rəqəmlərini toplayıb vurmaqla alınır, üçüncüdə alınmırsa, dərhal bundan sonra yoxlayın ki, ədədlərin cəmi, sonra alınan ədədində rəqəmlərin hasili kimi. Yəni məsələn siz 32-nin rəqəmləri cəmi 5, 36-da da 9-dur. 5 vur 9-dan 45 ala bilirsiniz, amma burada 48 var. İndi siz burada 32 ilə 36-nı toplasaz amma 68 alırsınız. 68-in də rəqəmlərini bir-birinə vuranda 6 vur 8 kimi 48 eləyir. Və digərlərində də ödəyir. Yəni 21 ilə siz 15-i toplasaz 36 alınır da. Yenə də 3 vur 6 alındı. 3 vur 6 18. Yəni 36 ilə 62-ni toplasaz siz burada yenə də 98 alırsınız da. Yəni 9 8 yaranır yenə. 9 8-in 72 və s. 106 nömrəli sual. Yenə də bir ədəd operator tətbiq olunub uşaqlar. 36 və 36-dan 9 alınıb. Necə alına bilir? Siz 3 vur 6-dan çıxmalıydınız. 3 üstə gəl 6-nı hasilindən cəmini çıxın. 7 vur 6 42 eləyir. 7 plus 6 da 13 eləyir. 42-dən də 13 çıxanda 29 qalır. 27-yə tətbiq eləsəz 2 vur 7-dən çıxmalıydınız. 2 plus 7-ni 14-dən 9 çıxanda da 5 qalacaq. %107 nömrəli sual gənclər. Hə. Baxın, bu da maraqlı bir sualdır. Hətta 100-dən sonra bir neçə dəfə təkrarlanıbdır. Və mən sizə uşaqlar, yəni deməmiş olmaram. Bəlkə xatırlayarsınız ki, mən sizə demişdim ki, əgər sağda alınan ədədlər içində 61, 71, 41, nə bilim 51, 91, 71, 52, onun tərsi olur. bəli, 52, 62 kimi suallar, ədədlər varsa, siz onların tərsini də fikirləşin. Hətta bunu niyə demişəm dedim? Müəllim, Bəli. zəhmət olmasa o ədədləri deyə bilərsiniz, qeyd eləyək bir yerə. 31, 41, 71, 61,
91, 52, 62 və s. də, yəni çox, məsələn, lap 81 olsun. Ən çox istifadə olunan ədədlər bu ədədlərdir. Hı hı. Bunların uşaqlar tərsi 13, 14, 17, 16, 19, 25, 26, 18 eləyir. Mən də bunu niyə demişdim? Çünki biz dedik ki, ədədlərin rəqəmlərini toplayanda, yəni rəqəmlər 1-dən 9-a qədərdir də, 0-dan 9-a qədər olsunlar. Bu rəqəmlərin 3-ünün, 4-ünün cəmi bizə həmişə 10 neçə ya da 20 neçə verəcək. O 10 neçəni, 20 neçəni də tərs çevirəndə ikinci rəqəmə 1 düşür ya da 2 düşür. O halda siz onun tərsini fikirləşin. Məsələn, bu ədədlərin tərsi hamısı 10 neçə, 20 neçə eləyəcək. Bunlar da kiçik ədədlərdirsə rəqəmləri cəmindən alına bilər. Aydındır? Amma həmişə demirəm, uşaqlar, ola bilər ki, 2 dənə ədədi toplayır 89, tərsin yazır 98 kimi. Burada da tərs ola bilər. Başa düşdünüz? Amma yəni deyirəm ki, daha çox qarşımıza çıxan tərs şəkildə yazılmış ədədlər bu şəkildə olur. İndi dediyim odur ki, siz 61'ə 16 kimi baxsaydınız, 4'ün kvadratıdır bu. Siz 52'yə tərs çevirib 25 kimi baxsaydınız, bu da 5'in kvadratıdır. Bəs 4'ü 5'i hardan alırsınız? 7 çıx 2'dən, 9 çıx 5'dən, 8 çıx 7 1 eləyir, kvadratı da 1, tərsi də 1. Yəni qısası, qanuna uyğunluq belədir uşaqlar. 8'dən 1 çıxırsınız. 7 kvadrata qaldırdınız 49, tərsi də elədi 94. Çox. Uşaqlar, eşidə bilirsiniz məni? Bəli. Bilir. Hə, dedik ki, çıxdıq bir-birindən kvadrata qaldırıb tərs çevirdik. Çox. 120'yə qədər uşaqlar, başqa nə sualınız qalıb? 113. 110, 108, yaxşı. Hesabləşməyin. İzah edəcəm olardı. Baxın, görün 108'də nə ilə qarşılaşırsınız? 31, 62, 91 və s. Tərslərinə fikir verin. 13, 19, 26. Kiçik ədədlərdirsə rəqəmlərin cəmindən alınır da. Elə deyil uşaqlar. Tamella xanım. Başa düşə bildiniz 108'i? Hə, yəni bu ədədləri tərs çevirsən 13. Soldakıların da rəqəmləri cəmi 13 edib. Yəni rəqəmləri topladın, tərsin yazdın. Daha sonra 110 nömrəli sual uşaqlar. Böyle 110'da ne soruşulur? Yenə də uşaqlar 8 vur 4 neçə eləyir? 88'də olduğu kimi 8 vur 4 32, 3 vur 2 elədi 6. 2 vur 6 12, 1 vur 2 2. İndi siz 12'ni 4'ə vurdunuz 48. 48'in də rəqəmlərini vurun 4 vur 8 32. Aydındır. %13 nömrəli sual soruşmusunuz. 113'ə baxırıq. Aha, yenə də mən burada nə görürəm? Uşaqlar. 6 3'dən 24'ün alındığını görək necə alına bilər. Mən baxıram ki 6'nı 3'ə vuranda, uşaqlar, 6'nı 3'ə vuranda 18 eləyir. Bəs üstünə nə gəlsəz 24 eləyər, 6'nın özünü. Yaxşı, bəs 7 vur 2, 14 eləyir. Burada bəs 25 alınır. Bu mümkün deyil axı. Dediyim yolla mümkün deyil. Mümkün deyilsə onda neyniyə bilərik? Sırf
biz 6 və 3-dən 24-ü necə ala bilərik? Başqa bir yol fikirləşək. Məsələn, 2 vur 8, 16 eləyir, üstünə 6 gəlib 22 alırsınız. 6 vur 3-ün üstünə də 6 gələndə 18 alırsınız. Amma 7 vur 2-nin üstünə 6 gələndə 25 eləmir. Bunun başqa bir yolu nədir uşaqlar? Yəqin ki, demişəm keçən izahda. Burada belə qanuna uyğunluqlar da ola bilir. Tutaq ki, A operator B-dən hər hansı bir ədəd alınıbdır və buradakı qanuna uyğunluq, məsələn, A vur 3 plus B vur 2 şəklində olsun. Yəni, operatorun hər tərəfini müxtəlif ədədlərə vurub toplaya bilər. Və yaxud da bir tərəfi 4-ə vurub, digər tərəfi 2-yə vurub çıxa bilər. Və yaxud da elə bir tək tərəfini 4-ə vurub, digərini boş çıxa bilər. İndi buradakı qanuna uyğunluqda belədir uşaqlar. Sol tərəfi 3-ə vurun, sağ tərəfi 2-yə vurun, toplayın. 6 vur 3, üstə gəl, 3 vur 2. 2 vur 3, üstə gələk, 8 vur 2. Yəni, burada cavab olacaq, sol tərəfi 3-ə vururuq, 2 vur 3, üstə gələk, 5 vur 2. Toplayanda 6 plus 10 cavab olur 16. Yəni bunu yaza bilməmişsinizsə, onda 15-i, 16-nı da yaza bilməmişsiniz. Çünki 15-16 nömrəli suallar da eyni tipdədir uşaqlar. Yəni baxaq. Hə, məsələn 14-ü soruşursunuz. Hə, 15, 14, yaxşı. 14 asandır uşaqlar, vallahi asandır. Yəni siz sadəcə 9-u 4-ə vurdunuz. Gördünüz ki, burada 36 alınıb. Sadəcə 36 alırsınız. Sağdakı ədəd neçədir? 24. Siz 11-i 5-ə vuranda 55 alırsınız. Sağdakı ədəd neçədir? 43. Siz 7-ni 8-ə vuranda 56 alırsınız. Sağdakı ədəd neçədir uşaqlar? 12. 44. Deməli, hər dəfə hasildən alınan ədəddən 12 vahid kiçiyini yazıbdır ora. Deməli, siz də 9-u 4-ə vurdunuz, 12 çıxdınız. 11-i 5-ə vurdunuz, 12 çıxdınız. 7-ni 8-ə vurdunuz, 12 çıxdınız. Şu. Minus 12, 24. 55-dən minus 12, 43. 56-dan minus 12, 44. 9-u 8-ə vurun, 12-ni çıxın, 60-ı alın. Bu qədər. 15 nömrəli sual. Hə. Bayaqları dedim ki, bəli, belə bir qanuna uyğunluqlar da var ki, operatorun sağ tərəfini 3-ə, sol tərəfini 2-yə vurub toplayır, sağ tərəfini 4-ə, sol tərəfini 3-ə vurub çıxır və yaxud da sağ tərəfini 4-ə vurub soldakı ədədin özü ilə toplayır. Hə, uşaqlar, siz bunu hardan hiss eləyə bilərdiniz? Məsələn, 115 nömrəli sualdakı 16-15 nümunəsindən 76 alınmayıb, alınıb. Siz 15-i 4-ə vuranda 60 eləyir, eləyir. Üstünə 16 gəl, 76. 24-ü 4-ə vur, 96, 19 gələk üstünə 115. Yəni, soldakı ədədin üzərinə sağdakı ədədin 4 mislini gəlirik. Bu da cavab olur istihaf 27. Aydındır. Daha sonra 16 nömrəli sual. Bu da eyni qayda ilə. Baxın, yenə də uşaqlar 2 və 15-dən 54 alınıbdır. Mən yenə də 15-i 4-ə vurub 60 eləyərəm. Bəs oradan nə çıxsaz 54 qalar? 6. Yaxşı, bəs həmən 6 hardan alınır? 2 vur 3-dən. Yəni, sağ tərəfi 4-ə vuraq, sol tərəfi 3-ə vuraq, çıxaq bir-birindən. 9 vurulsun 4, çıxılsın, 6 vurulsun 3. 36-dan 18 çıxanda eləcə 18 qalacaq. 17, 18 soruşmusunuz. Aha, baxın uşaqlar, burada da siz 6-nı 7-yə vuranda 42 eləyir.
42-dən 7 çıxır 35 alarsınız. Amma həmən 7 sağdakı ədədin özü deyil də. Özü olsaydı elə hər tərəf sağ tərəfdən 1 çıxıb vurardım 6-ya. Həmən çıxdığımız 7 6 plus 1-dən alınır. Məsələn 8-i 12-yə vurdunuz 96. 8 plus 1 çıxdınız. Qaldı 87-nin özü. İndi 7-ni 5-ə vurub 7 plus 1 çıxa bilərsiniz. Bu da 35-dən 8 çıxanda qalır 27. İndi uşaqlar, mənim bu dediyim yol, məsələn, dedim 6 vur 7 çıxılsın 6 plus 1. Siz bunu başqa hesablama ilə də ala bilirsiniz. Məsələn, necə? 6-nı sağ tərəfin bir əskiyinə vurun, sonra da 1 çıxın. 8-i 12-yə yox, 11-ə vurun, 1 çıxın. 7-ni 5-ə yox, 4-ə vurub 1 çıxın. Bu, siz elə bir ki, əvvəlcədən çıxıb sonra da 1 çıxdınız. Mən isə eləcə vurdum, sonra həm 6-nı, həm də 1-i çıxdım. Bu, riyazi olaraq eyni hesablamalardır, eyni proseslərdir uşaqlar. 118, 119, 120-də baxıb keçəcəm yeni mövzuya. 118 nömrəli sualda bayaq dediyim kimi, baxın 61 var, 52 var. Bunların tərsləri də 25, 16 verir. 16 4-ün kvadratıdır, 25 5-in kvadratıdır. İndi bu halda da nə etmək lazımdır uşaqlar? Çıxıb kvadrata qaldırıb tərsin yazmışsınız burada. Yəni 7-dən 3 çıxdınız 4, 4-ün kvadratı 16, 16'nın tərsi də 61. Biz 9'dan 3 çıxanda 6 qalır. 6'nın kvadratı 36, onun da tərsi 63 olacaq. Cavab aydındır. Daha sonra 119 nömrəli sual. İndi uşaqlar 119 nömrəli sualda baxın yenə də iki müxtəlif operator verilir sizə də. Bu operatorlardan üçbucaq olanı sadəcə rəqəmlərin hasilidir. 2 vur 9, 18, vur 5, 90. Kvadrat olanı isə birinci və üçüncü rəqəmə bir ədəd kimi baxın. 18. Çıx ortadakı rəqəmin özü qalır 17. Mən bunu niyə son iki rəqəmə 18 kimi baxmadım? Çünki mən burada ikinci verilən nümunədən 345-dən 31 almalıyam. Mən 45-dən 3 çıxanda 31 eləmir. Amma 35-dən ortadakı 4'ü çıxanda 31 qalır. İndi hətta sizə bu nümunədə göstərir ki, birinci kvadrat operatoru tətbiq olunub. 31 alınıb, 31'ə sonra üçbucaq tətbiq olunub, 3 alınıb. İndi siz də eləcə 192'ye kvadratı tətbiq edirsiniz, 12 çıx 9 şəklində. Sonra alınan ədədə də üçbucağı tətbiq edirsiniz. Yəni 3'ə üçbucaq tətbiq olunur. Üçbucaqda rəqəmlərin hasilidir. İndi burada da təkcə 3 rəqəmlər olduğuna görə eləcə cavab da 3 olacaq. Yəni bir-birinə vurmağa başqa bir ədəd yoxdur. Növbəti sualımız 120. Baxın uşaqlar 120 nömrəli sualda da yox, operatoru ümumiyyətlə bir ədədə tətbiq olunan operatoru ədəddən sağda da verə bilər, solda da verə bilər. Heç bir aidiyyatı yoxdur. Amma bir nümunədə sağda verib, digər nümunədə eyni simvolu solda veribsə, bu deməkdir ki, fərqli şəkildə tətbiq olunmalıdır. Problem deyil. Sağ ol, yaxşı ol. İndi baxın 120 nömrəli sualda uşaqlar nə baş verir? 89 və 82-dən 180 alınmalıdır. Bir anlıq fikirləşirik ki, ikisi də böyük ədəddir. Toplayanda elə haradasa 180 civarında eləyər. Amma 0 yaranmır da 9 plus 2 0 vermir. Amma 8 plus 2 0 verər mənə. Onluğa tamamlayaram. Bunun üçün neyini irəm uşaqlar? Sol tərəfi tərs çevirirəm.
Yəni 89-u 98 şəklində 82 ilə toplayıram, eləyir 180. Yəni 87-ni tərs çevirin, 78 plus 96 eləyir 174. 83-ü 38 şəklində 52 ilə toplayırsınız, alırsınız 90. Uşaqlar, aydın oldu bu mövzudan suallar sizə? Aha. Yenə də özünüz üçün davam elətdirə bilərsiniz. Biraz da qrupda müzakirələr apara bilərsiniz sualların üzərində. Onsuz çətinliyi olanlar var aranızda. Yəni, çəkinməyə ehtiyac yoxdur uşaqlar. Öyrənmək üçün səy göstərmək lazımdır. Yəni, özünüz mücadilə eləmək lazımsınız. Siz monitorun arxa tərəfindəsiniz. Mən heç birinizi görmürəm. Yəni, amma mən ənənəvidə dərsdə bilirəm uşağa bu aydın oldu, hə, olmadı, hə deyib üstündən keçir, amma hiss eləyirəm o başa düşmür və yaxud. Amma yəni siz artıq bu onlayn platformadan öyrənməyə çalışırsınızsa, daha çox özünüz çalışmalısınız. Aydındır? Yəni mən burada gördüm, yəni uşaq dərsdə nəyisə başa düşə bilmədi, vaxtım çatmasa da çıxıb koridorda görəndə bir kəlmə deyə bilərəm, amma sizə yox. Ona görə siz özünüz qrupda sualları müzakirə eləyin, bilmədiyinizi soruşun. Yəni bəlkə bir dənə sualı sənə kimsə desə, ona uyğun 5-in 6-sını yaza bilərsən. Hə, inşallah ki, yaxşı olar. 120-ni bir də deyirəm, bəli. Amma biz yeni mövzu keçməliyik. 20 dəqiqəmiz var. O 20 dəqiqəni məcburam o mövzuya sərf edeyim inşallah. 120 nömrəli sualda bax, qeyd eləmişəm. Dedim ki, soldakı ədədi tərs çevirdim. Yəni 89-u 98-ə çevirdim. Sağdakı 82 ilə topladım. Yəni qısası, soldakı 51-i tərs çevirirsən olur 15, sağdakı ədədlə toplayırsan. Yəni sağdakı ədədi olduğu kimi saxlayırsan. Toplayırsan, bu sənə verəcək 88-i. Bəs indi başa düşə bildin? Əla. Deməli, indi keçirik uşaqlar ardıcıllıq mövzusuna. Bugünkü dərsimiz ardıcıllıq olacaq. İndi əgər sual vermək istəyirsə, aşkar operatorlar niyə olmur? Kitabı olanlar bilir ki, ikinci mövzu aşkardır. Mən ənənəvidə də belə keçirəm uşaqlar. Yəni mən qeyri-aşkar operator tipində olan mövzuları ardıcıl keçirəm ki, burada öyrəndiklərinizi orada da tətbiq eləyəsiniz, orada da yeni yollar öyrənəsiniz, daha da möhkəmləndirəsiniz. Belə, indi mən rekordu dayandırıram, çünki ardıcıllıqlar mövzusunun izahı var. Onu yenə də ataram. Gələn dərs suallarınızı yenə də rekord edib atarım qrupa. Belə. Deməli, keçirik mövzunun izahını. Deməli, eləcə qalsın elə. Uşaqlar, rekordda qalsın. Yəni, mən buradan yazdıqlarımızı siləm. Ki, daha çox uşaqlar olmasın. Keçirik səhifə 27-yə. Bu ədədi ardıcıllıqlar deyəndə uşaqlar, sizə orta məktəbdə riyaziyyatdakı ardıcıllıqlar, ədədi silsilə, həndəsi silsilə kimi gəlməsin. Sadəcə burada da elə bir ki, bir dənə ədədi götürüb, o ədədin başına müəyyən oyunları açıb, hər dəfə yeni bir ədəd alıb, daha sonra həmən ədədləri bir sıraya düzmüşük. Yəni, açığı bu qeyri-aşkar operatorlardan asan bir mövzudur. Baxın uşaqlar, birinci sual. Baxırsınız ki, ümumilikdə sıraya bir göz gəzdirmək lazımdır. Baxırsınız ki, ədədlər getdikcə artır.
Bu ədədlər getdikcə artırsa, burada toplama, vurma ola bilər. Əgər belə deyək də, görürsünüz ki, aralarındakı fərq təxminən 10-dur, 15-dir, nə bilim, belədirsə, vurma yox, toplamadan istifadə edin. Amma baxırsan ki, hər bir ədəddən sonra gələn ədəd onun hardasa 3 misli qədəridirsə, 2 misli qədəridirsə, daha çox böyüyübsə, vurma ola bilər. Və yaxud əgər sıradakı ədədlər getdikcə azalıbsa, orada bölmə ola bilər, çıxma ola bilər. Yenə də bu əməllərdən istifadə edirsiniz. Uşaqlar, dərsi çalışın ki, tərk etməyin. Deməli, mən baxıram ki, birinci sətirdə, uşaqlar, 5-dən 10-u necə ala bilərəm? Kiminiz deyər ki, vur 2, İkiyə vurub kimisi üzərinə deyər 3 ki, gəlir. üstə gəl 5. Mən indi vur 2-dən o halda istifadə edə bilərəm ki, yerdə qalan ədədlər arasında da əgər vurma görsəm, yoxsa bu yerdə qalan ədədlər arasında vurma yoxdursa, ona elə mən plus 5 ilə baxardım. Amma baxıram ki, 29-u da 2-yə vuranda 58 eləyir. Ona görə biz bunu 5 vur 2, 10. Bəs 10-dan 13-ü necə ala bilərik? Üstə gəl 3-ünə. 58-in üstünə də 3 gələndə 61 eləyir. Deməli, siz gördünüz ki, əvvəldə də vur 2 plus 3 var. Sonda da vur 2 plus 3 var. Deməli, burada vur 2 plus 3 əməli təkrarlanır. Yəni, siz 13-ü 2-yə vurdunuz 26. 26-nın üstünə 3 gəldiniz 29 ödədi. Aydındır? Əla. Daha sonra, məsələn, baxırsınız ki, 2 nömrəli sualda. Deməli, ədədlər getdikcə azalır. Necə azalır? Baxın, hətta 56-dan sonra 28 gəlibdir. Mən 56-nı 2-yə böləndə 28 eləyir. 4 çıxanda 24. 24-ü 2-yə böləndə 12 eləyir. 4 çıxanda 8. 2-yə böləndə yenə 4. Deməli, böl 2 çıx 4. Böl 2 çıx 4 əməliyyatı burada təkrarlanırsa, indi mən 120-ni 2-yə böləndə 60 alaram. 60-dan da 4 çıxanda 56 eləyir. Deməli, sualın yerinə 60 olmalıydı. Və s. Daha sonra uşaqlar. Məsələn, 5 nömrəli suala baxıram. Görürəm ki, getdikcə ədədlər artır, amma daha sürətli şəkildə artıb 720 alınıbdır. Yəni, 720 alınıbsa 24-dən sonra. Deməli, burada vurmadan istifadə eləməliyəm mən. Ola bilər ki, hətta qüvvətdən də istifadə eləməliyəm. Baxırıq. İndi 1-i 2-yə vuranda 2 eləyir. 2-ni 3-ə vurduz 6. 6-nı 4-ə vurduz 24. İndi 2-yə vurduz, 3-ə vurduz, 4-ə vurduzsa nəyin növbəsidir? 5-in. 24-ü 5-ə vuranda 120. 120-ni də 6-ya vuranda 720 eləyir. Deməli, burada da vurma əməlindən istifadə olundu uşaqlar. Daha sonra bəzi sualları saxlayıram evdə, baxarsınız özünüz. Və yaxud da sizə atdığım başqa video izah olacaq, oradan da görə bilərsiniz, izahda ola bilər. Heç bir problem yox. İndi 7 nömrəli suala baxın uşaqlar. 7 nömrəli sualda artıq 11-dən 23-ü almağım üçün mən 11-i 2-yə vurub üstünə nə gələrəm? 1 gələrəm. Yəni, bu iki əməl eyni anda tətbiq olunur 11-in üzərində. 11-i 2-yə vur, 22 üstünə 1 gəl. Sonra 23-ü 2-yə vurun 46. Üstünə 1 gəl 47. 47-ni 2-yə vurun, üstünə 1 gəlin 95. 95-i 2-yə vurun 190, üstünə 1 gəlin 191 və s. Ardıcıllıq bu şəkildədir. Yenə də mən sizə burada tipləri izah edəcəm uşaqlar. Gəldik 8 nömrəli suala. İndi uşaqlar, burada mühüm ardıcıllıqlardan biri də Fibonacci ardıcıllığıdır. Fibonacci ardıcıllığı hər bir ədəd özündən əvvəl... Sağ ol, sən də getdin. Darıqramın əlinə gəlin. Sağ ol. Deməli, Fibonacci ardıcıllığı o ardıcıllıqlara deyilir ki, hər bir ədəd özündən əvvəlki 2 ədədin cəminə bərabərdir. Məsələn, diqqətlə baxsaz, 1 ilə 2-nin cəmi 3 eləyir.
2 ilə 3-ün cəmi 5 eləyir. 3 ilə 5-in cəmi 8. 5 ilə 8-in cəmi 13. 8 ilə də 13-ü toplarsanız uşaqlar nə alırsınız? 21 alırsınız. Aydındır? Əla. İndi uşaqlar keçək başqa tip suala. Başqa tip dediklərim, məsələn, elə bir dənə 11 nömrəli suala baxaq. 4-dən 5-i necə alırsınız? Plus 1. 5-dən 7-ni necə ala bilərsiniz? Plus 2. 7-dən 10-da plus 3 ilə alınır. Daha sonra yenə də görürsünüz ki, plus 1 təkrarlandı, plus 2 təkrarlandı, plus 3 təkrarlandı. Davam eləyəndə yenə də plus 1, plus 2, plus 3. Yəni gördünüz ki, artıq bu 3 dənə əməliyyat, yəni plus 1, plus 2, plus 3 hər dəfə təkrarlanır. Deməli, indi siz yenə nəyi tətbiq eləməlisiniz? Plus 1-i 23 alacaqsınız. Daha sonra, deməli uşaqlar, burada 13 nömrəli suala baxaq. 13 nömrəli sualda fikirləşirsiniz ki, bir ədəddən özündən sonrakını necə ala bilərik? Üstünə nəsə gəldiniz, çıxdınız falan, amma heç bir uyğunluq görə bilmədiniz. Sadəcə qanuna uyğunluğu bundan ibarətdir. Bu da iştirak edən hər bir ədədin rəqəmləri cəmi ardıcıllıq təşkil edir. Baxın, 10-un rəqəm cəmi 1, 2-nin rəqəm cəmi 2, 21-in rəqəm cəmi 3, 13-ün rəqəm cəmi 4, 32-nin rəqəm cəmi 5, 52-nin rəqəm cəmi 7. Deməli, bizə rəqəmləri cəmi 6 olan bir ədəd lazımdır. O da 51 nömrəli. Y variantı 51 ədədi. Aydındır? Bəli. İndi uşaqlar, baxın, rəqəmlərin cəminin ardıcıllıq təşkil etdiyi kimi, rəqəmlərin hasili də ardıcıllıq, rəqəmlərin fərqi də ardıcıllıq təşkil edir. Hətta yadda saxlayın, 65 nömrəli sualda rəqəmlərin fərqi ardıcıllıq təşkil edir. Daha sonra mən sizə 14 nömrəli sualı izah edeyim. Uşaqlar, bizim, məsələn, 12-dən 12-ni almağımız üçün 2 yolumuz var. Ya vur 1, ya da üstəgəl 0. Mən əgər burada başqa 2 ədəd arasında da vurma görürəmsə, onda buna 12-dən 12-ni vur 1 şəklində almağa çalışaram. Görmürəmsə başqa 2 ədəd arasında vurma, plus 0 ilə baxaram. Amma halbuki burada 14-dən 42-yə də vurma var. Özdə vur 3 var. İndi mən 12-ni 1-ə vurdum 12, üstünə 2 gəldim 14. 14-ü 3-ə vurdum 42, üstünə 4 gəldim 46. İndi baxın, ədədlər 1, 2, 3, 4 deməli olmalıdır indi 5. İndi əməl nə olmalıdır? Vurma. Niyə? Çünki vurduq, topladıq. Vurduq, topladıq. İndi də vurmalıydıq 46-nı 5-ə. 230 olacaq cavabımız. Və indi vaxtımız az qalır deyə uşaqlar, mən çox sual izah eləyə bilmirəm, amma əsas tipləri izah eləyim sizə. Məsələn, 25 nömrəli sual. 25 nömrəli sualda görürsünüz ki, uşaqlar, 2 ardıcıllıq var. 2 sual işarəsi var. 2 sual işarəsi olan ardıcıllıqlarda, yəni sırada, demək olar ki, 90% suallarda 2 ardıcıllıq olur. Yəni, bir də təkrarlayıram. Əgər sırada 2 sual işarəsi varsa, deməli, çox vaxt orada 2 ardıcıllıq olur. Həmən 2 ardıcıllığı 2-dən 4-ə, 4-dən 6-ya, 6-dan 8-ə, 8-dən 10-a, bir də növbəti sual işarəsinə. Bu bir ardıcıllıq. Yerdə qalan hədləri də qruplaşdırdıq 3-dən 6-ya, 12-yə, 24-ə birinci sual işarəsinə. Bu da bir ardıcıllıqdır. Bu şəkildə 2 ardıcıllıq şəklində baxırıq biz. İndi baxın, 2-dən 4-ə 2 artıb, 4-dən 6-ya 2 artıb, 6-dan 8-ə 2 artır, 8-dən 10-a da 2 artır.
İndi onun üzərinə də siz 2 gəlməlisiniz, 12 alarsınız. 3-dən 6-ya vur 2. 6-dan 12-yə vur 2. 12-dən 24-ə vur 2. 24-ü də 2-yə vurub 48 alarsınız. Bu şəkildə cavabınız olacaq 48 və 12. İndi uşaqlar, elə suallar da var ki, orada 2 sual işarəsi yoxdur. Eləcə bir sual işarəsi var, amma ikili ardıcıllıqdır. Bunu hardan hiss eləyə bilərdiniz? Təkrarlanan, baxın, 30 nömrəli suala baxın. Təkrarlanan ədədlərin olmasından, məsələn, 2 dənə 4 var. Sıradakı ədədlərin sayının çoxluğundan və 2 dənə böyük ədədin ortasında kiçik ədədin olmasından. Məsələn, 25 və 16-nın ortasında 2 var. Yəni, təkrarlanan ədədlərin olması, 2 böyük ədədin ortasında kiçik ədədin gəlməsi, sıradakı ədədlərin çoxluğu, bu da mənə ikili ardıcılığa bir işarədir. İndi baxın, 25-dən 16-ya, 9-a, 4-ə, 1-ə. Bu bir ardıcıllıq geçsin. 5-in kvadratı, 4-ün kvadratı, 3-ün kvadratı, 2-nin kvadratı, 1-ə də 1-in kvadratı kimi baxdıq. Yerdə qalan sualdan 2-yə, 2-dən 3-ə, 3-dən 4-ə, 4-dən 5-ə də bir vahid artaraq belə bir ardıcıllıq əmələ gətirdi də. Yəni 2, 3, 4, 5-dirsə, 2-dən əvvəldə olmalıydı 1. Və s. Və uşaqlar, bəzən olur ki, sırada 2 sual işarəsi var. Amma orada 3 ardıcıllıqda ola bilər, 1 ardıcıllıqda ola bilər, 2 ardıcıllıqda. Yəni biz deyirik ki, 90% 2 sual işarəsi olan suallarda 2 ardıcıllıq olur. Amma çox az hallarda 1 ardıcıllığından da, 3 ardıcıllığından da qarşılaşa bilirik. Məsələn, 43 nömrəli sualın özündə uşaqlar. Baxın, 1-dən 5-ə plus 4. Baxarsınız belə uşaqlar. Baxın, 2 ardıcıllıq kimi baxdınız, ödəmədi. 1 ardıcıllıq kimi də baxdınız, ödəmədisə, 3 ardıcıllıq şəklində yoxlamaq lazımdır. Məsələn, mən burada bir dənə diqqətlə baxdım, gördüm ki, burada 1-dən 2-yə, 2-dən 3-ə, 3-dən də 4-ə qruplaşdırsaq, bir vahid artaraq bir ardıcıllıq əmələ gətirir bunlar. Deməli, cavab 5 olmalıdır birinci sual işarəsi. Sonra baxıram ki, 3-dən 6-ya vur 2 var. 6-dan 12-yə də vur 2 var. 12-dən 24-ə də vur 2 var. 24-ü də 2-yə vuranda 48 alacam. Yerdə qalan ədədlərdə 5-dən 15-ə 10 vahid artdı. 15-dən 25-ə 10 vahid artdı. 25-dən də 35-ə 10 vahid artaraq bir ardıcıllıq əmələ gətirdi. İndi növbəti ədəd 45 olardı. O mənə lazım deyil. Biz sual işarəsinin yerinə olan ədədləri tapıb kifayətlənməliyik. Uşaqlar, başa düşürsünüz, yoxsa çətindir? Ümid edirəm ki, yatmamısınız. Sonra uşaqlar, bir tipdə yol deyim sizə, gedirəm. Baxın, siz 60 nömrəli sualla fikir verin. 33'dür, 60'dır, 61'dir, 63'dür və s. Burada belə bir qanuna uyğunluqla qarşılaşırsınız. Deyirəm, yadda saxlayın. Hər bir ədədin rəqəmləri cəmini üzərinə gələrək növbəti ədədi almaq olur. Hər bir ədədin rəqəmləri hasilinin üzərinə gələrək növbəti ədədi almaq olur. Məsələn, siz baxırsınız ki, özdə onu deyim ki, uşaqlar, hər bir ədəddən digərini almaq üçün üzərinə nə gəlirsinizsə, üzərində qeyd edin. Şifahi fikirləşməyin. Nəyisə itirə bilərsiniz şifahi fikirləşsəniz. Amma məsələn, 60 nömrəli sualda mən fikirləşirəm ki, 26-dan 34-ü necə ala bilərəm? Üstə gəl 8. 34-dən 41-i necə ala bilərəm? Üstə gəl 7. 41-dən 46-nı necə ala bilərəm? Üstə gəl 5 ilə. Bəs 46-dan 56 almaq üçün nə gəlim üzərinə? 10. İndi 56-nın üzərinə nə gəlim? Bilmirəm. Yazdığınız ədədlər 8, 7, 5, 10. Bunlar arasında heç bir əlaqə yoxdur. Bəs bu ədədlər hardan gəlir uşaqlar? Rəqəmlərin cəmindən.
Məsələn, 26-nın rəqəmləri cəmi 2 plus 6 8 eləyir və 26-nın üzərinə 8 gəlir. 3 plus 4 7 eləyir. 34 plus 7 də 41. 4 plus 1 5 eləyir. 4 plus 6 10 eləyir. İndi 56-nın rəqəmləri cəmi 5 plus 6 11 eləyir. 56 ilə də 11-i toplayırsınız 67. 67-nin rəqəmləri cəmi 13 eləyir. 67 plus 13 80 və s. Eyni zamanda 63 nömrəli sualda da rəqəmləri cəmini üzərinə gəlməyib növbəti ədədi alıblar. İndi 61-in özündə baxın. 12-nin rəqəmləri hasili 2 eləyir. 12 plus 2 14. 14-ün rəqəmləri hasili 4 eləyir. Toplayır 14 ilə 4-ü 18. 8, sonra 12, sonra 24. İndi bəs 62-nin üzərinə nə gələcək uşaqlar? 62-nin rəqəmləri hasilini, yəni 12-ni. 62 ilə də 12-ni toplasaz, sizə 74 verəcək. Burada da belə bir qanuna uyğunluq oldu. Çox. Bu qədər uşaqlar. Başqa bir sualınız var? Hansını bir də izah edeyim? Evə 88-ə qədər. Yəni, nə qədər çox işləsəz, o qədər yaxşıdır. 60 nömrəli testi. Və dedik ki, adın necə idi? İlahə, dedik ki, 26-dan 34-ü almaq üçün üzərinə 8 gəlmişəm. Və bu 8-də 26-nın rəqəmləri cəmindən alınıb. Yəni 2 plus 6 8 eləyir. 26 plus 8 34. 34-ün rəqəmləri cəmi 3 plus 4 7 eləyir. 34-ü də 7 ilə toplayıb 41 alıb. Yəni hər bir ədədin üzərinə öz rəqəmləri cəmini gəlir, növbəti ədədi alır və bu şəkildə bir ardıcıllıq yaradır. Aydındır? Əla. Sağ olun uşaqlar, gecəniz xeyrə qalsın. Mən sabahları mövzunun rekordunu atacağım sizə, yaxşı? Çox sağ olun müəllim. Siz də sağ olun, çalışın hər dərs, uşaqlar, dərsə qoşulun. Çox az uşaq qoşulur dərsə. 40 nəfərdən 26-27 nəfər qoşulur. Qoşulmayanlar rekorda ümid bağlayır. Məncə belə eləmək lazım deyil. Sağ olun uşaqlar, gecəniz xeyrə qalsın.